Azad qardaşım, çək bu gözəlliyi. 20 sotun içində şəxsi tikili villamız satışdadır. Bu villada yoxdur. Nə ağlınızdan keçir, hamısı var. Burada çəkdin alsa, bir dənə sağ tərəfi çək qardaşım. Burada belə düzəldiblər. İstəyən adam it, toyuq düzəb, bu şeyləri saxlaya bilər. Burada meyvə ağaclarımız yerləşir. Yaşıllıq zonası salınıb. Həyətində yay-qış mətbəxi, yardımcı otaqları, filtrli hovuzu, söhbətgahı. Evimiz 2 mərtəbə monolit 5 otaqdan ibarətdir əziz izləyicilərimiz. Evimizin daxilində 3 dənə hamam otağı var, həyətində var. Belə deyək də, bir dənə qardaşım buradan fırlan, bir dənə buranı çək. Bu Navestin bilən bilir ki, nə qədər qiyməti var. Çox gözəl yerləşmədədir. Buzovna Mərdəkan yolunda, Mərdəkandan üzü Buzovna istiqamətində əsas yoldan 500 metr qapısına kimi asfaltdır. Azad çəkir indi hamısını, yəni dekorativ ağaclarından tutmuş meyvə ağaclarına kimi. Evimizin içi də superdir. Girəcək evin içinə inşallah, evin içinə otaqlarla sizi tanış edib. Bu söhbətgahı çəkək Azad qardaşım, bir dənə bu söhbətgahı çək. Daxil ol qardaşım, mən söhbətgahına baxın. Superdən, hə? Bütün mebellərlə satılır. Nə mebel görmürsünüz, əziz izləyicilərimiz, evdə, videonun daxilində gördüyünüz mebellər hamısı qalacaq. Sadəcə şəxsi əşyalar çıxacaq. Bura söhbətgahımızdır, ora yay-qış mətbəxi idi. Filtrli hovuzumuzu çək qardaşım. Filtrli hovuzumuz. Orada da yardımcı otaqlardır. Yenə də mətbəx var orada. Hamam otağı var, teras. Terasını görürsünüz. Çöldən terasına çıxmaq olur. Evin 2-ci mərtəbəsindən də çıxış var ora. Yayda stolunuzu qoyub, axşam oturub, rahat dəniz havasını ala-ala, qəşəng istirahət edə bilərsiniz. Həqiqətən bu evimiz çox gözəl yerləşmədədir. Və həm dənizə, həm də ki, yerləşmə yerinə söhbət yox. Dənizə də yaxındır. Daxil olaraq evin içinə otaqlarla sizi tanış edeyim. Evimiz 1-ci mərtəbəsi tam isti döşəmədir. 2-ci mərtəbəmiz də kombi sistemi iləndir. Əziz izləyicilərimiz, bax, mətbəxini çəkir. Tək mətbəximiz 40 kvadratdır. Bura bizim dəhlizimizdir. Qardaşım, çək bir dənə qonaq otağını. 60 kvadrat hələ qonaq otağımızdır. Gördüyünüz kimi, videoda gördüyünüz mebellərin hamısı qalır. Monolit inşa olunan evdir, əziz izləyicilərimiz, şəxsi özü üçün. Yəni, bura bilən bilir, bu dəqiqə torpağın sotu da nəsə idi, evə qoyulan pul da göz qabağındadır. Dəyərindən aşağı satılır. Bura bizim bir yataq otağımızdır, 1-ci mərtəbədə yerləşən. Gəl qardaşım, video uzun olmamış, digər otaqları da göstərək. Hamam otağını çək. Bir də hamam otağının gözəlliyinə baxın. Asma tavanla. Şəxsi özü üçün də istər divar kağızından tutmuş, qapılarına kimi istifadə olunan betonu, hər bir şeyi çox keyfiyyətlidir. Gəlib gözlə baxa bilərsiniz. Qalxıq 2-ci mərtəbəyə. Qəşəng inşa olunmuş evdir. Bəli, bu da 2-ci mərtəbəmizin dəhlizidir. 3 dənə yataq otağı da buradadır. 1-ci hamam otağından başla qardaşım. 2-ci mərtəbənin hamam otağı. Yenə də isti döşəmədir ya. Hamam otaqlarımız olsun, dəhlizimiz olsun. Bu qapıdakı terasa çıxış qapısıdır. Gəl digər otaqları da çəkək. Bu otaqda bir dənə qəşəng bir şey yaradıblar. Bir dənə bax. Hamam otağı belə şüşə ilə də içində kabinası da var. Həqiqətən çox gözəl, super. Dizayn verilib də, qəşəng dizayn verilib, Azad. Azadın da xoşuna gəldi. Rəy bölməsində Azadın, yəni nə ürəyi sözləriniz varsa yaza bilərsiniz. Burada bizim bir yataq otağımızdır. Bax, mən çəkən, orada elə bilirlər ki, mənim adım Azaddır. Yox, təqdimat edən Vüsaldır, çəkiliş edən Azaddır. Necədir? Bu da evimizin 5-ci otağı idi. Saxla qardaşım burada videonu, gedək terasa.
Bəli, əziz izləyicilərimiz, bir dənə bu qapını çək, Azad. Bu ikinci mərtəbədən terasa çıxış qapımızdır. Terasına da bir dənə baxın. Əziz izləyicilərimiz, gəldiyi videonun sonuna Azad cənnət məkanı göstərir bizə. Həqiqətən bu bağ öz sözünü deyir. 20 sotun içində 400 kvadrat evimizin ümumi sahəsidir. Sənədimiz də Kupçada, əziz izləyicilərimiz. Buzovna Mərdəkan şosesində əsas yoldan 500 metr məsafədədir. Həm dənizə yaxındır, həm Buzovna Mərdəkan yoluna yaxındır. Çox gözəl yerləşmədədir. Keyfiyyət də ki, videodan görsənir məncə. Əgər lap dəqiqliyini baxmaq istəyirsiniz, real alıcılar gəlib evimizin tikintisindən tanış ola bilər. Həyətində su anbarından tutmuş, su quyusundan tutmuş, şirin suyu, bütün kommunalləri, 3 faza işığına kimi, nə bilim, hər bir şey, həyətində sanitar qovşaqları, 2 dənə, 3 dənə, evin içində. Bu evdə mən ilk öncə demişdim ki, yoxdur. Tələsin bu evi almağa. Start qiymətimiz də 680 min manatdır. Real alıcıya sahibi tərəfindən endirim olunacaq. Əgər kimsə bu evlə maraqlanırsa, səhifədə göstərilən nömrə ilə əlaqə saxlaya bilər. Burada kimi izləmişsinizsə, bir dənə bəyənin, kayd edin, bir də səhifəmizi takib atın. Sağ olun, bu günə bu qədər.